Salam dəyərli abituriyentlər. 44 sınaqdan ibarət Azərbaycan Dili Test Bankının 6-cı sınaq üzrə tapşırıqlarının izahına başlayırıq. Məhz belə deyək, blok imtahanına hazırlaşan, 3-cü qrup üzrə hazırlaşan abituriyentlər məhz bu test bankından faydalanmaqla öz nəticələrini daha da yaxşılaşdıra biləcəklər. Test bankında hər bir sınaq ümumi sınaqdır, 27 sualdan ibarətdir və yəni həmçinin 3 situasiya tipli sual da öz yerində. Yəni tam olaraq 30 sualdır. Faydalanmaqla öz nəticələrinizi daha da yaxşılaşdıra biləcəksiniz. Başlayırıq ilk sualımızdan. Tərkibində düzəltmə və mürəkkəb zaman zərfi işlənmiş, zaman zərfləri işlənmiş cümləni müəyyən edin. A variantda deyir ki, onu sırağa gün görmüşdük, indi isə xəbər yoxdur. Demək, sırağa gün sadə zaman zərfi olur. Nə vaxt, nə zaman? Sırağa gün. Yəni, bilirik ki, sırağa gün, inişil tipli sözlər sadə zaman zərfidir. İndi də sadə zaman zərfi olur. B variantında tamaşaçılar bugün çox əyləndilər. Həmişə sevinməyə haqları var. Bugün mürəkkəb zaman zərfi həmişə sadədir. C variantına baxırıq. Qardaşı dönə-dönə Əliyə tapşırdı ki, hərdən bir dincəlsin. Dönə-dönə burada dəfələrlə mənasındadır. Necə nə tərzdə? Demək, mürəkkəb zərf olur. Hərdən bir də mürəkkəb zərf olur. Yəni, düzəltmə zərf olmadı. Bildir, meyvə bağları, yəni burada sadə zaman zərfi kimi işlənib, vurğu birinci hecada səslənməlidir. Məhsuldarlığı ilə seçilib, indi o bağlardan əsər əlamət qalmayıb. İndi də sadə olur. E variantına baxırıq. Siz tez-tez bizə gəlin, hərdən keçmiş günlər yadıma düşəndə darıxıram. Tez-tez mürəkkəb zaman zərfi, hərdən də demək, düzəltmə zamanı zərfi olur. Bir də cavabımız E variantı olacaq. İkinci sual üzrə tapşırıqlara baxırıq. Yəni, siz də belə deyək, sualların izahını baxmamışdan əvvəl özünüz cavab tapın və daha sonra mümkün cavabla müqayisə edə bilərsiniz. Sinif sözünə əsasən cədvəldəki düzgün fikirləri müəyyənləşdirin. Adlı halda olan isimdirsə, təsirli halda olan isimdirsə. Yəni, sinif sözü adlı halda olan isimdirsə, hansı məqamlar doğru olar? Baxırıq, cümlənin baş üzü vəzifəsində çıxış edə bilər. Məsələn, yaza bilərik ki, sinif təmizdir. Təmizdir. Hara? Sinif. Cümlənin baş üzvü vəzifəsində çıxış edə bilir. Yaxud da ki, bura sinifdir. Xəbər vəzifəsində vermək olar. Kökdəki saitini bütün hallarda itirir. Adlı halda məsələn saitini itirə bilər. Onun sinfi. Burada demək saitini itirdi. Amma digər məqamda adlı haldadırsa saitini itirməyib. Demək, bütün hallarda ifadəsi burada yanlış oldu. Yəni, ikilər cavabdan çıxmalıdır. Təsirli halda olan isimdirsə, cümlədə xəbərin ifadə vasitəsi ola bilməz. Yəni, təsirli halda söz bilirik ki, xəbər vəzifəsində çıxış eləmir. Kökdəki saitlər sabit qalır. Təsirli halda, məsələn, deyə bilərik ki, sinfi təmizlə. Burada saitini itirdi, yəni sabit qalmadı. Ona görə cavabımız 1 və 3-dür. A variantı olacaq. Üçüncü suala baxırıq. Ədatlarla amonimliyi olan bağlayıcının işləndiyi cümləni tapaq. Yəni, ədat yox, ədatla amonim olan bağlayıcıların işləndiyi cümlə. Gah yağış yağır, gah da külək əsir. Burada gah da bağlayıcısı işlənib, doğrudur, amma ədatla amonimli yoxdur. Bunu bilirsən ki, inandığım insanlar sənin də tanıdıqlarındır. Ki bağlayıcısı işlənib və sadalama dadə bağlayıcısı işlənib. Və hər iki bağlayıcı ədatla amonimi təşkil eləyir. Ki ədatı da var, da ədatı da var. Cavab 2 olacaq. Qərara əsasən onun günahları bağışlanıldı. Əsasən qoşmadır. Çağırdım, ancaq mənə eşitmədi. Burada qarşılaşdırma bağlayıcısıdır. Ancaq məhdudlaşdırıcı ədat da var. 4-də götürürük. Nə gözəl avazı var. Nə burada ədatdır. Bizə ədat lazım deyil. Dostumu, yəni Həsəni dünən görmüşəm. Burada yəni aydınlaşdırma bağlayıcısıdır. Yəni sual ədatı da var. Ona görə cavab 2, 4, 6 olur. Yəni 3-də cavab C variantı olacaq. 4-cü sualla davam edək. Şərt əsasdır. Şərtdə deyir ki, uyğunsuzluğu müəyyən edək. 1 qoşma, 2-də isə qoşma ilə amonimliyi olan əsas nitq hissəsi.
Gəzintidən sonra evə qayıtdıq. Sonra qoşma. Əvvəl onu gördüm, sonra ona yaxınlaşdım. Burada da əsas nitq səsi kimi işlənib. Ödəyir. Sizə qarşı yanlış düşüncədə olmamışam. Burada qoşma kimi işlənib. Qarşı tərəfi dinləmədən qərar verə bilmərik. Hansı tərəfi? Bu da əsas nitq səsi kimi işləndi. Hamıdan qabaq məclisə o daxil oldu. Hamıdan əvvəl, hamıdan qabaq qoşma. Qabaq sıralar dolmuşdu. Bu da əsas nitq hissəsi olur. Səndən özgəsi burada qoşma. Özgə mahal, hansı mahal burada da əsas nitq hissəsi ödəyir. Səhərə kimi onu gözlədik. Yəni burada məsafə məzmunlu qoşma. Bir də hamı sənin kimi. Bu da bənzətmə məzmunlu qoşma. Aha, demək hər ikisi qoşma kimi işləndi. Bu uyğunsuzluqdur. Növbəti suala baxaq. 5-ci sualda. Hansı cümlədə təsdiqlənməyən fe'llərin hər birinin aid nümunə var? Təsdiqlənməyən fe'llər də məsdər, fe'li sifət və fe'li bağlamadır. Yağış yağanda islanmamaq üçün içəri keçən Gülsüm pəncərədən mənzərəni seyr edirdi. Burada yağanda, anda fe'li bağlama, islanmamaq məsdər, içəri keçən də fe'li sifət. Və cavabımız A variantıdır. B variantına baxaq. Sən gələndən. Burada an plus dandır. Yəni anda deyil. Fe'li sifət plus çıxışda qal şəkilçisi. Bu fe'li sifət olsun. İşləri yaxşı getməyən an, ən yenə fe'li sifət. Usta təmiri yekunlaşdırmaq məsdər var. Başqa bir şey yoxdur. İşini bitirib fe'li bağlama. Dincələn fe'li sifət. Məsdər olmayacaq. D-də oxumağı məsdər. Seçən də fe'li sifətdir. Yola çıxarkən arkan fe'li bağlama, məq də məsdər olur. 6-cı sualla davam edirik. 6-cı sualda deyir ki, hansı bənddəki amonimlərin hər biri termin kimi də işlənə bilər. Baxırıq. Bal, tut və bax. Yəni biz bunların hər birini termin kimi verə bilərikmi? Xeyr. B variantına baxaq. Zərf, xəbər və kütlə. Zərf nitq hissəsi kimi termindir. Xəbər cümlə üzvü kimi termindir. Və kütlə də fizikada termin kimi işlənir. Və belə deyək, zərf digər məqamda işlənə bilər. Xəbər də həmçinin, kütlə də həmçinin. Demək, cavabımız nə olacaq? B variantı olacaq. 7-ci sualla davam edək. Nümunələrlə bağlı uyğunsuzluğu müəyyən edək. Hər iki silahı əlində olan Qrifius özündən çıxıb dəli kimi oğlanın üstünə atıldı. Köməkçi nitq hissələrindən yalnız qoşma işlənib. Hər iki silahı əlində olan Qrifius özündən çıxıb dəli kimi. B variantına baxaq. Qanunları bilmək sözləri deyil, məzmununu və mənasını dərk etməkdir. İki fərqli əsas nitq hissəsi işlənib. Qanunlar isim, bilmək fe'l, söz isim, məzmun isim, məna isim, dərk etmək fe'l. Yəni iki fərqli əsas nitq hissəsi işlənib. Qılınc bu gün varsa, sabah pas tutar. Sözünsə qılıncı həmişə parlar. Mübtədaların ifadə vasitələri və quruluşu nə olur? Fərqli olur. Qılınc bu gün varsa, nə var qılınc? Sözünsə qılıncı həmişə parlar. Yəni parlayar. Parlayar nə? Sözün qılıncı. Demək, mübtədaların ifadə vasitəsi isimdir. Birincisində, ikincisində isə söz birləşməsidir. Quruluşu sözlə ifadə olubsa sadədir. Söz birləşməsi ifadə olunubsa mürəkkəbdir. Demək, bu ödədir. Bu cavabda ən qiymətli şeyim qaldı açaylar. Bu dünyada ən müqəddəs bildiyim. Əsas nitq hissələrindən say və zərf işlənməyib. Ən ədat olsun. Bizdən əsas istəyirsə, qiymətli demək sifətdir. İsim, fe'l, demək isim, sifət, isim, yəni yenə də burada da fe'l kimi işlənib. Demək, say və zərf işlənmədi. Yəni isim, sifət, sonra əvəzlikdə işlənib. Doğrudurmu? İsim, fe'l, əvəzlik. Demək,
isim, feil, sifətdə işlənmişdi, qiymətli və əvəzli işlənmişdi. Say və zərf işlənməmişdi. E variantına baxaq. Deyir ki, görmüşəm şahların vəfasını mən. Yəni, mən şahların vəfasını görmüşəm. Xanların zülmünü, yəni cəfasını da görmüşəm. Tamamlıqlar nitq hissələri ilə ifadə olunub. Demək, mən görmüşəm nəyi? Şahların vəfasını. Yəni, burada tamamlıq söz birləşməsi ilə ifadə olundu artıq. Bu hissə səhvdir. Xanların zülmünü, xanların cəfasını. Aha, tamamlıqlar fikir verək. Söz birləşməsi ilə də ifadə olunub. Sözlə də ifadə olunub. Yəni, nitq hissəsində ifadə olunmaq o deməkdir ki, yəni sözlə ifadə olunub. Amma söz birləşməsi də var. Uyğunsuzluq da E variantı olacaq. 8-ci sualla davam edək. Biraz bunu balacalaşdıraq. Tam görək düşə bilər. Baxaq. Bütün cümlə üzvlərinin iştirakı ilə yaranan cümləni müəyyən edək. Çətinlikləri geridə qoyan Kamil səhər şəhərə yollanacaq. Yollanacaq kim? Kamil. Hansı Kamil? Çətinlikləri geridə qoyan. Nə vaxt? Səhər yollanacaq. Haraya? Şəhərə. Burada məsələn, tamamlıq yoxdur ki, düzdür. Sonra amma mübtəda, xəbər, təyin, zərflik var. Tez-tez yağışlar yağır. Yağır nə? Yağışlar. Nə vaxt, nə zaman tez-tez? Gözəl mənzərələr nə olur? Canlanır. Yenə tamamlıq olmadı. İndi C variantı ilə davam edək. Demək, C variantında. Qoca ona uzadılan çantanı evin girəcəyində nə etdi? Qoydu. Kim qoyur? Qoca. Nəyi qoyur? Çantanı qoyur. Hansı çantanı ona uzadılan? Harada? Evin girəcəyində. Müvafiq olaraq mübtəda, təyin, tamamlıq, zərflik və xəbər işlənib. Cavab da C variantı olacaq. Keçirik növbəti sualımıza. 9-cu sual olmalıdır. Demək, 9-cu sual. Verilmiş cümlə əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Sabah öləcəyimizi bilsək, bütün incəlikləri unudarıq. Amma biz sonsuza qədər yaşayacaqmış kimi qürurluyuq. Doğruya doğru, yanlışa yanlış. Şərtdə deyirsə uyğunluğu, uyğun fikirləri seçin. Doğrudan doğrunu seçirik, yanlışdan da yanlışı seçirik. Əvəzliyin fərqli, belə deyək də, məna növlərinə aid nümunə işlənib. Bütün incəliklər, bütün təyin əvəzlikdir. Biz, şəxs əvəzliyidir. Demək, birinci fikir doğrudur. Digər variantlarda bir harda yoxdursa, bunları çıxırıq və iki variant üzərində işləyəcəyik. Yəni, çıxdaş eləməklə də siz vaxtda qənaət edə bilərsiniz. Sifətlər quruluşca eyni deyil. İncəliklər, incəlik isimdir. Sonsuz, sonsuz. Bir də nə var? Qürurlu. Quruluşca eyni oldu axı. 2 də səhvdir. 2-lər onsuzda, yəni yoxdur cavabda. Sonra növbəti. Müxtəlif fe'l şəkillərinə aid nümunə işlənməyib. Müxtəlif fe'l şəkilləri. Bilsək şərt şəkli, unudarıq xəbər, zaman şəkli var. Elə deyilmi? 3 əslində yanlışdır. Yəni işlənib. Leksik mənası olmayan sözlər 3 fərqli köməkçi nitq hissəsinə aiddir. Leksik mənası olmayan söz nə deməkdir ki? Yəni köməkçi nitq hissəsi deməkdir də. Yəni 3 fərqli köməkçi nitq hissəsi işlənib. Baxaq da, yanlış deyirsə, biz də görək bu yanlış fikirdir yoxsa yox. Burada amma var, bağlayıcı, qədər qoşma, kimi də qoşma. 2 fərqli nitq hissəsi oldu da. 2 fərqli köməkçi nitq hissəsi oldu. Yanlışa yanlış. 4-ü götürək. Mücərrəd düzəltmə isim təsiri çaldadır. İncəlikləri, nəyi? İncilik, incik, inci, incik, inciklik, üzr istəyirəm. İnciklik isimdir, mücərrəddir, təsiri çaldadır. 5-lə işimiz yoxdur. Təsviflənən fe'lə, yəni unudarıq fe'linə aiddir, bəli. Köməkçi nitq hissələrinin hamısı amonim xüsusiyyətinə malikdir. Amma, yəni amonim xüsusiyyəti yoxdur. Amma qədərlə kimi ola bilər, var. Var, daha doğrusu amonimlik. Cavab da B variantıdır. Yanlışı götürdük. 10-cu sualla davam edək. 10-cu sualda nə deyir? Deyiliş yazılış arasındakı fərqli məqamların sayına görə uyğunluğu müəyyənləşdirək. Baxaq, deyiliş yazılışa görə. Silindir sözü, silindir.
Burada yol göstərən bir fərqli məqam, bunda da yol göstərən olur, yol göstərən. Düzdürmü? Biri anı verək. Doğrudurmu? Sonra demək, zərbəyə, zərbiyə, zərbəyə nə olur? Zərbiyə davamlı. Elə deyilmi? Yəni, zərbiyə davamlı. Zərbəyə davamlı, zərbiyə davamlı. Birə C də geçsin. Sonra 2-yə baxaq. Yerlik olur, yerrik. 2 dənə fərqli məqam. Xıştırıq və ya R. Düzdürmü? 2-də olacaq muxbir-ri. Düzdürmü? 2 fərqli məqam. 3-də də şair, şair-ri. 3 dənə fərqli məqam. Buna gedəcək təskinni. Düzdür? Cavab da elə A variantı olacaq. Polad əritmədə heç bir fərqli məqam özünü göstərməyəcək. Keçirik 11-ci sualdan davam eləyək. Hansı sıralarda nöqtələrin yerinə uyğun sahiblər yazılmalıdır? Baxaq. Demək, 11-ci sualda hökmlü, maksimal, bir dəqiqə, maksimal etüd, demək, 11-dən biri götürərək və ikincidə Ö, möşşan olmaz ki, meşşan ola bilər də, artıq bu pozdur. Burada etnosdur, evcikdir, ödəmir. İkinci çıxaq, 3-ə baxaq. Kömək, holistik, bir də meyl. Cavab da 1, 3 olacaq. Keçək növbəti sualımıza. 12-ci sual olmalı, səhv eləmirəmsə. Müqayisə cədvəlinin tələblərinə əsasən düzgün fikirləri. Bu Venn diaqramının, yəni belə deyək ki, bu kvadrat formasıdır, düzdür? Yəni, o hər birinə aid fərqli fikirlər və sonra kəsişmə nöqtəsi. Baxaq, bu bizim 12-ci sualımızdır. Onun gizli-gizli baxışlarında narahatlıq duyulurdu. İkinci dərəcəli üzv quruluşca mürəkkəbdir. Baxaq, nə edilir? Duyulur. Nə duyulur? Narahatlıq. Nədə? Onun gizli-gizli baxışlarında. İkinci dərəcəli üzv tamamlıq mürəkkəbdir, bəli. Hələ digər cümləyə baxaq. Bəlkə burada mürəkkəbdir. Bu, həyətdə əkdiyim ağacların ən sonuncusu idi. Nə idi? Ağacların ən sonuncusu idi. Nə? Bu. Hansı ağacların həyətdə əkdim? Burada da ikinci dərəcəli üzv axı mürəkkəbdir. Elə deyilmi? Quruluşca mürəkkəbdir. Demək, bir kəsişmədə olmalıdır. Birləri cavabda neyinirsiniz? Çıxardırıq. Davam eləyək. Mücərrəd isimlər quruluşca düzəltməlidir. Burada narahatlıq var. Rahat, narahatlıq. Eləmi? Bax, baxış. Mücərrəd isimlər düzəltmə oldu. Digərində mücərrəd isim yoxdur. Demək, 2-ni götürəcəksiniz. 2. Sonra baxırıq digər cümlə haqqında. Sifəti də əvəz edə bilən əvəzlik mübtədadır. Yəni, sifəti əvəzlən əvəzlik budur. Mübtəda vəzifəsindən çıxış eləyib. Digərində belə bir məqam yoxdur. Orada narahatlıq sözü işlənir mübtəda vəzifəsində. 3-ü götürəcəyik. 2, 3 və 2, 3 cavabımız var. 2 variantda. Şəxsi və kilometri dəyişən fel işlənir. Yəni, bu şəxsi və kilometri dəyişməyə təsviflənən fellərə aiddir. Hər ikisində var. Duyulurdu və yaxşı bar verirdi. Yəni, hər ikisində var xəbər şəklində fel. Bu kəsişmədə olmalı idi. 4-cü cavabdan çıxırıq. 5-6-ya baxaq. Söz birləşməsi ilə ifadə olunan cümlə üzvü var. Demək, söz birləşməsi ilə ifadə olunan cümlə üzvü əslində hər ikisində var da, doğrudur. Burada da var. Demək ki, onun baxışları, bir də həyətdə əkdiyim. Yəni, cümlə üzvü hətta ağacların sonuncusu da var. Biz bunu da qeyd edə bilərik də, düzdür. Demək, 5 hər ikisi üçün ortaq nöqtə olur. Cavab da 2, 3, 5-dir. Mürəkkəb söz işlənib. Gizli-gizli, yəni bu birincisində var. Amma digərində isə yoxdur. Keçirik 13-cü sualımıza.
13-cü sual. Nə deyir? Nümunələrdə vasitəsiz nitq və müəllif sözlərinin işlənmə ardıcıllığını nəzərə alaraq uyğunluğu müəyyənləşdirək. Durğu işarələrdə məqsədi şəkildə nə olub? Buraxılmışdır. Baxaq. Demək 13-cü sualla davam edək. Müəllif sözü və vasitəsiz nitqdən ibarət cümlə. Yəni MV sxemi olmalıdır. Eləmi? Baxırıq. Burada, məsələn, usta dedi. Usta dedi. Müəllif sözü. Kömək edin, işi yekunlaşdıraq. Bu kömək edin, işi yekunlaşdıraq. Vasitəsiz nitq, usta dedi də müəllif sözü. Birə C uyğun gəlir. Sonra baxaq. Müəllim sinifə daxil oldu. M, müəllif sözü. Dərsə kim hazırdır? Vasitəsiz nitq. Birə C ilə N-i verək. Sonra ikincidə nə istəyir? Müəllif sözü, vasitəsiz nitq və müəllif sözündən ibarət cümlə. Bu dəfə ya da ikini verək də. Vasitəsiz nitq və müəllif sözündən ibarət cümlə. VM. Baxaq. VM görək hansına uyğun gəlir. Demək, yaxşı. Bu dəfə səni bağışlayıram. Vasitəsiz nitq deyərək mızıldana-mızıltı olan çıxdı. Bu da müəllif sözü. 2-yə verək B-ni. 3-də nə deyir? Müəllif sözü, vasitəsiz nitq və müəllif sözü. MVM. Yəni, belə bir sxem olmalıdır. Və burada da demək, Kamal müəllif sözü. Çünki böyük hərflə növbət söz gəlib. Sən hər çətinliyə dözürsən. Yardım edəcəyəm. Vasitəsiz nitq. Dedi də müəllif sözü. 3-ə də gedir A variantı. Yəni 1-ə C, 2-yə və 3-ə də A variantı. Burada D variantını vermədik. Dağları seyr etdim, dedi. Demək, vasitəsiz nitq. Dedi, müəllif sözü. Bir də buralara nə zaman gələcəyimi bilmirəm. Yəni VMV sxemimiz yoxdur ki bizim. Ona görə cavabı götürməliyik. 14-cü sualla davam edək. Deyir ki, həm tabililik, həm də tabisizlik əlaqəsi işlənmiş cümlələri müəyyən edin. Baxırıq, həm tabililik, həm də tabisizlik əlaqəsi işlənmiş cümlələr. Ümumiyyətlə, tabisizlik əlaqəsi olan cümlələrdə əsasən tabililik də özünü göstərir. Doğrudurmu? Və baxaq, öz işığına güvənən başqasının parlamasından narahat olmaz. Burada, məsələn, sadalama yoxdur, belə deyək, həmcinslik yoxdur. Yəni, tabisizlik bağlayıcısı da yoxdur, intonasiya da yoxdur. Burada tabisizlik əlaqəsi olmayacaq. Heç bir şey təcrübənin yerini tuta bilməz. Eyni məqamdır. Yəni, burada tabililik əlaqəsi var, amma tabisizlik əlaqəsi yoxdur. Bizim şəxsiyyətimiz bağ, iradəmiz bağbandır. Bizim şəxsiyyətimiz bağdır, iradəmiz bağbandır. Burada görürsünüz, intonasiya, sadalama var. Yəni, biz bilirik ki, tabisizlik əlaqəsi tabisi mürəkkəb cümlənin tərəfləri arasında da olur. Yəni, burada iki cümlə arasında var. 3-ü götürürük. Burada bağdır. Nə? Bizim şəxsiyyətimiz. Xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi də var. Tabirlik əlaqəsi. Həmçinin burada da. 3-ü götürürük. Və sonra demək, 3-ü götürdük. 14-cü sualda. Demək, haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir. Haqq nədir? Ədalətdən nədir? Yüksəkdir. Haqq ədalətdən nədir? Yüksəkdir. Nə haqq? Nədən ədalətdən? Ədalət mərhəmətdən nədən yüksəkdir? Nə ədalət? Burada da diqqət eləsək, iki cümlə arasında nə var? İntonasiya var, tabisi əlaqəsi var. Və cümlə üzvləri arasında, sözlər arasında da nə var? Tabililik əlaqəsi var. 3, 4. 4-ü də qeyd eləyək. İnsanların mənim barəmdə nə düşündüklərinə baş qoşmamaqla ömrümü 10 il uzatdım. Burada tabisi əlaqəsi yoxdur. Yəni, tabisi bağlayıcı işləməyib. Sonra intonasiya yoxdur. Ona görə tabisi əlaqəsi olmayacaq. Amma tabilik var. Hər çətin düyünün bir əlacı var.
Səbirlə, tədriclə onlar açılar. Açılar, nə onlar? Nə ilə? Səbirlə. Nə ilə? Tədriclə. Görürsünüz, həmciz tamamlıqlar işlənib. Tabisi əlaqəsi var. Demək, burada həm də tabeli əlaqəsi də var. Cavabımız 3, 4, 6-dır. Yəni C variantı olacaq. Keçirik növbəti sualımıza. 15-ci suala baxaq. Aid olduqları cümlə üzvlərinə görə əlavələrin düzgün ardıcıllığını müəyyən edək. Yəni aid olduğu cümlə üzvlərinə görə əlavələrin düzgün ardıcıllığını müəyyənləşdirək. Baxaq, filosofun ruhu onun düşüncələrində, fikirlərindədir. Filosofun ruhu nədədir? Onun düşüncələrindədir. Yəni fikirlərindədir. Tiridən sağdakı sözdə dır var. Demək, tiridən soldakı sözdə də dır olmalıdır. Düzdür? Xəbərin əlavəsi işlənib. Demək, biz burada birinci nəyi verəcəyik? Xəbəri. 4 birinci gəlməlidir. Bütün kitablarını, ömrünün qiymətli illərini almış xəzinəsini dostlarına nə etdi? Bağışladı. Yəni, o bağışlayıb da belə yanaşaq. Elə deyilmi? Burada baxaq, bütün kitablarını, ömrünün qiymətli illərini almış xəzinəsini bağışladı kimə? Dostlarına. Nəyi? Kitablarını. Yəni, ömrünün qiymətli illərini almış xəzinəsini. Tamamlığın əlavəsi işlənib. Tamamlıq neçədədir? 2-dədir. Bugün, yəni ayın 21-də onunla ilk görüşüm oldu. Nə oldu? İlk görüşüm oldu. Kiminlə? Onunla. Nə vaxt, nə zaman? Bugün, yəni ayın 21-də. Bu da zaman zərfliyinin əlavəsidir. Yəqin ki, 5-də verilib, 5 olacaq. Mahir müəllim, ömrünü şagirdlərinə həsr etmiş vətənpərvər ziyalı şagirdlərinin daim qəlbində nə edəcək? Yaşayacaq. Nə edəcək? Daim şagirdlərinin qəlbində yaşayacaq. Demək, nə edəcək? Şagirdlərinin daim qəlbində yaşayacaq. Bir yerdə xəbər. Və kim? Mahir müəllim. Yəni, ömrünü şagirdlərinə həsr etmiş vətənpərvər ziyalı. Və burada mübtədanın əlavəsidir. Biri veririk. Yolun qırağında ağaclarla əhatə olunmuş sahədə dincəldik. Dincəldik harada? Yolun qırağında. Yəni, ağaclarla əhatə olunmuş sahədə. Bu da nə olar? Yer zərfliyinin əlavəsi 3. 4, 2, 5, 1, 3. Yəni, bu E variantı bizim cavabımızdır. 15 sual bəsdir. Digər suallar da ardıcıllıqla kanala yerləşdiriləcək. Kanalımıza abunə olursunuz və bu kimi videoların izahından faydalanmış olursunuz.